Hər kəsə salam, xoş gördük hər birinizi. Mən Fes Akademinin Azərbaycan dili müəllimi Aytaç Həsənova. Bugün sizinlə birlikdə sabah imtahan verəcək olan 4-cü sinif şagirdlər üçün dəstək məqsədli bir video paylaşırıq. Videomuzda 4-cü sinif üçün nümunə sualların izahına baxacağıq. İzaha keçməzdən və xatırlatmaq istəyirəm ki, bizim bu tip videolarımızdan xəbərdar olmaq üçün 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın izahına. Mətn göstərilib, mətni oxuyandan sonra sualların izahına baxaq. Böyük kütlənin maraq dairəsindən biri cizgi filmlərdir. Cizgi filmi ilk dəfə bir neçə şəklin oynadılması ilə yaradılmışdır. O, təkcə müəyyən orta yaş həddini deyil, hər kəs öz ətrafına toplaya bilib. Bugün karikatura sənayesi daha sürətli inkişaf edir. Kompüter mühitində çəkilmiş rəsmlər və animasiyalar bu sahənin işini daha da asanlaşdırır. Maraqlıdır ki, bu sahə Çin və Türk millətinin kölgə oyunları ilə başlayıb. 19-cu əsrdə fransız bir illüstratorun işi ilə sürətlənməyə başladı. 1830-cu ildə şəkillərin yerindən tərpəndiyini göstərən oyuncaq hazırlanmış və bu əsərin əsas xüsusiyyəti olmuşdu. Emily Cole ağ kağız üzərində işlənmiş kiçik, qara və ağ çubuq fiqurlarını cizgi filmində nümayiş etdirmişdi. Güclü gəlir əldə etmək üçün hər kəs var qüvvəsi ilə çalışır. İlk cəhdə görə uğurlu nəticə əldə olunmuşdu. Gündən-günə texnologiya sürətlə inkişaf edir, müxtəlif cizgi film studiyaları qurulur. Baxaq birinci sualımızın izahına. Mətni əsasən klasteri tamamlayın. Klaster, yəni bura uyğun gələn fikirlər axtarmalıyıq. Ancaq uşaqların marağına uyğundur. Xeyr, bu cümlə uyğun gəlmir. Çünki biz mətnin əvvəlinə nə dedik? Dedik ki, təkcə müəyyən orta yaş həddini deyil, hər kəsi ətrafına toplaya bilib. Kompüter cizgi film işini asanlaşdırır. Bəli, baxaq, kompüter sənayesi sürətlə inkişaf edir və animasiyalar da bu sahənin işini daha da asanlaşdırır. Deməli, ikinci fikir bizim klasterimizə uyğun gəlir. Karikatura sahəsindən yararlanır. Bəli, karikatura inkişaf etdikcə cizgi film sahəsi də inkişaf edir. İllüstrator bu işə mane olmağa çalışıb. Xeyr, əksinə, illüstrator nə edir? Baxaq, işi sürətləndirməyə başlayır. Deməli, dördüncü fikir yanlışdır. İlk dəfə oyunlarla başlayıb, bəli, Çində və Türkiyədə olan kölgə oyunları ilə başlayıb. Deməli, doğru fikirlər olacaq. 2, 3 və 5 cavab B variantı. Tünd şriflə verilmiş sözü əvəz etmək olmaz. Baxaq görək. Müxtəlif cizgi film studiyaları qurulur. Görək hansı sözü qurulur sözündən əvəz etmək olmaz. Yaratmaq sözü, inşa etmək sözü, təsis etmək sözü. Bunların hər biri qurulur. Yəni binanın qurulması, studiyanın qurulması ilə əlaqəli olan sözlərdir, sinonimlərdir, əvəz etmək olar, amma bənd etmək sözünü qurulmaq sözü ilə, yəni studiyaların qurulması sözü ilə əvəz etmək olmaz. Üçüncü sualımıza baxaq. Altından xətt çəkilmiş sözün məcazi mənalı qarşılığını müəyyən edin. Baxaq görək, cizgi filmi ilk dəfə bir neçə şəklin oynadılması ilə yaradılmışdı. Görək yaradılmışdı sözünün məcazi mənası nə olacaq? Əgər şəklin oynadılması ilə yaradılıbsa, deməli ərsəyə gəlib. Burada qurulmaq, təşkil olunmaq və qabar olmaq kimi birləşmələr bu hissəyə, yəni bu cümləyə uyğun gəlmir. Uyğun gələn B variantı olacaq. Qarşısında işarə qoyulmuş hansı cümlə mətnin məzmunu ilə bağlı deyil. Mətni oxuyanda yəqin özünüz də diqqət elədiniz ki, baxın bu cümlə güclü gəlir əldə etmək üçün hər kəs var qüvvəsi ilə çalışır cümləsi bizim mətnimizə uyğun gəlmir. Yəni burada biz nədən danışırıq? Cizgi filmdən, bunun yaranmasından, daha sonra inkişafından, gəlirdən danışmırıq. Demək ki, qarşısında A variantı uyğun gələcək ki, bu işarədə olan cümlə mətnimizin məzmunu ilə bağlı deyil. Aşağıdakı mətni neçənci abzasla əlaqələndirmək olar? Gəlin baxaq. Səsli kino sənayesinin ortaya çıxması ilə cizgi film sənayesində yeni bir dövr başlayır. 1923-cü ildə hamımızın çox yaxşı tanıdığı Walt Disney studiyaları quruldu və ilk əsərləri Mickey Mouse, Donald Duck, Prinses və 7 Cırtdan oldu. Gəlin baxaq görək, biz mətnimizin hansı hissəsində studiyaların qurulması, onların inkişafından danışdıq. Təbii ki, baxın, sonuncu, dördüncü abzasımızda. Nədən danışırıq? Gündən-günə texnologiyaların inkişaf eləməsi, daha sonra cizgi film studiyalarının qurulmasından danışırıqsa, demək ki, cavab olacaq C variantı. Tərəfdarlar sözünü fonetik təhlil ilə bağlı düzgün variant hansıdır? Əvvəlcə biz fonetik təhlil dediksə nə etməliyik? Sözün tələffüzünü yazmalıyıq.
Tərəfdarlar sözünün tələffüzü olacaq tərəfdarlar. Baxaq. Cingiltili samitdir. Kar qarşılığı yoxdur. Baxın, diqqət eləməli olduğumuz məqam budur ki, əgər biz səsdən, daha sonra samitdən, onların növlərindən, saitlərdən və onların növlərindən danışırıqsa, mütləq tələffüzə baxmalıyıq. Tələffüzə diqqət edin, tərəfdarlar. Burada lı səsi varmı? Yoxdur. Demək ki, A variantı düzgün variant ola bilməz. Biz əgər fonetik təhlil ediriksə, mütləq sözümüzün tərkibində olan səslərdən danışmalıyıq. Əgər lı səsi tələffüzdə yoxdursa, lap cümlə düzgün olsa belə, baxın, cümlə düzgündür. Lı doğrudan da cingiltilidir və kar qarşılığı yoxdur. Amma bizim sözümüzə uyğun deyil. Ona görə yanlış variant sayılır. Sözdəki bütün saitlər açıq. Bəli, A. Bütün saitlər açıqdır. Yenə də sait və onun növlərini danışdığı üçün tələffüzə baxacağıq. Dodaqlanmayan, bəli, dodaqlanmayandır. İncədir, xeyr. Hamısı incə deyil. İncə olsa da A qalındır. Ona görə B variantı da düzgün fikir olmayacaq. Sözdə 3 kar samit var. Kar samit, samitin növüdür deyə tələffüzə baxırıq. T və F. Bunlar kar samitlərdir. Amma yerdə qalan R, D, daha sonra yenə də R, bunlar cingiltili. Demək ki, 3 yox, 2 kar samit var. Bu da yanlış fikirdir. Cavab olur C variantı. Sözə qoşulan cəm şəkilçisi fərqli tələffüz olunur. Bəli, lar şəkilçisi rar kimi tələffüz olunur. Doğru fikir olduğu üçün C variantı cavabımız olacaq. Hansı cümlədə mübtəda və xəbər kəmiyyətə görə uzlaşmayıb? Baxın, kəmiyyətə görə uzlaşmaq, yəni ki, əgər mübtəda cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Bu əsasən daha çox insanlara aiddir. Bu formada olmasın. Yəni, əgər cümlə tərkibində biz mübtədanı insan, şəxs olaraq seçib cəmdə qoyuruqsa, xəbərin tək olması onların uzlaşması demək deyil. Yəni, burada uzlaşma pozulub. İnsanlarda uzlaşmanın pozulması səhv sayılır. Amma yadda saxlayın. Digər canlılar, məsələn, bitkilər ola bilər, quşlar ola bilər, heyvanlar ola bilər. Bunlar mübtəda cəmdədirsə, xəbərin təkdə olması düzdür, uzlaşma pozulub, amma səhv sayılmır. Bu ola bilər. Əşyalarda isə ümumiyyətlə uzlaşmaya diqqət etməməliyik. Əgər cansızdırsa, məsələn, dəftər, qələm, kitab və s. cansız əşyadırsa, o zaman biz uzlaşmanı nəzərə almırıq. Xəbər, daha doğrusu mübtəda cəmdə olsa da biz xəbəri təkdə qoyuruq. Çünki dedik ki, uzlaşma nəyə aiddir? Yalnız insanlara, heyvanlarda, quşlarda ola da bilər, olmaya da bilər. Uzlaşma, yəni yaza da bilərik, yazmaya da bilərik. Fərq eləmir. Amma əşyalarda mütləq uzlaşmanı pozmalıyıq. Gəlin indi baxaq görək, harada uzlaşmayıb. Müsabiqəyə gedən şagirdlər zala daxil oldular. Baxın, cəm. Demək ki, burada uzlaşma var. Sürü otlağa aparıldı. Sürü təkdədir, aparıldı da təkdədir. Demək ki, burada da nə var? Uzlaşma var. Daha sonra qonaqlar ən gözəl otaqlarla təmin olundular. Bu da cəmdə, yəni mübtəda da cəmdədir, xəbər də cəmdədir. Burada da uzlaşma var. Qalır C variantı. Kitablar cəmdədir. Məktəbin kitabxanasına gətirildi təkdədir. Demək ki, uzlaşma harada pozulub? C variantında pozulub. Cümlə səhvdirmi? Təbii ki, xeyr. Kitab cansız olduğu üçün uzlaşma lazım deyil. Amma bizdən pozulmağını istəyirsə, bəli, pozulub. Səhvdirmi? Təbii ki, xeyr. 8. Uşaqlar gəzintini davam etdirmək istəyirdilər, ancaq güclü yağış yağmağa başladı cümləsindəki köməkçi nitq hissəsi hansı funksiyanı yerinə yetirir? Baxaq, köməkçi nitq hissəsi ancaq. Burada biz ancağı iki yerdə görə bilirik. Bir, bağlayıcıda görə bilirik. Cümlələri bir-birinə bağlayır. Bir də ədatda görə bilirik. Neynir? Məhdudlaşdırır. Gəlin görək, burada neynir? Uşaqlar gəzintini davam etdirmək istəyirlər. Amma yağış yağma başlayır və deməli, gəzintini davam etdirə bilmirlər. Burada iki fikri qarşı-qarşıya qoyur. İki fikri bir-birini qarşılaşdırır. Demək ki, olacaq qarşılaşdırma bağlayıcısı. Cavab B variantı. Burada iki cümləni bir-birinə bağlayır. 9-cu sual. Altına xətt çəkilmiş sözlərdən hansılar əsas nitq hissəsi kimi işlənmişdir? Yadda saxlayın, istər kimi söz olsun, istər sarı söz olsun. Bunlar həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənə bilər. Onu nə zaman müəyyən edirik? Necə müəyyən edirik? Ya sual verərək və yaxud da ki, mənasına baxaraq.
Əgər kimi bənzətmə mənasındadırsa, o zaman qoşma olacaq. Daha sonra əgər kimi ya sual mənasında, ya da şəxs, insan mənasındadırsa, o zaman əvəzlik sayılacaq. Sarı sözü də eyni şəkildə, əgər rəng bildirirsə, sifətdir deyə əsas nitq hissəsidir. Əgər sarı sözü yön, istiqamət bildirirsə, o zaman qoşmalı və köməkçi nitq hissəsidir. Bəsdir, uşaq kimi ağlama. Uşaq kimi neynədir? Uşağa bənzətdi. Bənzədirsə nə var burada? Qoşma var. Biz burada kimiyə sual verə bilirikmi? Xeyr. İnsan anlayışı bildirirmi? Xeyr. Demək ki, qoşmadır və köməkçi nitq hissəsidir. Dərnəkdə kimi rəsmlə, kimi rəqslə məşğul olurdu. Burada kimi insan anlayışı bildirir, şəxs anlayışı bildirir. O zaman nə sayılacaq? Əvəzlik. Əvəzlik də nədir? Əsas nitq hissəsidir. Bütün çəmən sarı güllərlə bəzənmişdi. Necə güllər? Hansı güllər? Sarı. Nə bildirir? Rəng. Demək ki, burada rəng bildirirsə nədir? Sifət. Sifətdirsə və suala cavab verirsə, o zaman əsas nitq hissəsidir. Məktəbə sarı getdi və geri qayıtdı. Məktəbə tərəf getdi, yön bildirdi, istiqamət bildirdi. Əgər yön istiqamət bildirirsə, köməkçi nitq hissəsidir və qoşma sayılır. Bu da olmayacaq. Cavab oldu 2 və 3, yəni A variantı. Keçək 10-cu sualımıza. Mübtədası şəxs əvəzli ilə ifadə olunan cümlə. Baxın, bizdən həm şəxs əvəzli istəyir, həm də mübtəda olsun deyir. Baxaq A variantına. Atam bugün işdən tez gəldi. Kim? Atam. Ata mübtədadır, amma şəxs əvəzli idimi? Xeyr, burada mübtəda ifadə olunub isimlə. Məni yeni mənzilə köçürdülər. Burada məni sözünün əvəzli olduğunu bilirik, şəxs əvəzli olduğunu bilirik. Cümlənin əvvəlində gəlib deyə bəzən şagirdlər səhv olaraq gedib onu seçirlər ki, cümlənin əvvəlindəki demək mübtədadır. Xeyr, elə bir şey yoxdur. Cümlənin əvvəlində tamamlıq da gələ bilər, təyin də gələ bilər, ya fərq eləmir. Ona görə sual verin. Kimi? Məni. Mübtədanın sualı nə olmalıdır? Kim? Burada məni, kimi tamamlıqdır. Mübtəda deyil. Ona görə də seçə bilmərik. Burada cümlədə mübtəda ümumiyyətlə yoxdur. Olsa belə dediyimiz kimi məni sözünü götürə bilmərik. C variantı. Qələbəmiz uzun yoldan keçib. Baxaq. Nə uzun yoldan keçib? Qələbəmiz. Mübtədadırmı? Bəli. Şəxs əvəzliyidirmi? Qələbə sözü xeyr, şəxs əvəzliyi deyil. Ona görə də C variantı da uyğun gəlmir. Qalır D variantı. Biz onlara doğru yol göstərməliyik. Biz onlara doğru yol göstərməliyik. Kim göstərməlidir? Biz. Kim sualını verdik deyə bu sayılacaq. Mübtəda və biz şəxs əvəzli olduğu üçün elə cavabımız da D variantı olacaq. Bugünlük bu qədər. İmtahanda hər kəs uğurlar, xoş xəbərlərinizi gözləyirik. Hələlik.